1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında baş verən faciəli helikopter qəzası. 2025-ci ilin 11 noyabrında Gəncədən qalxan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstanda faciəli qəzası. Birincidə uzun müddət Moskva və Bakıda olan qüvvələr hava şəraiti və digər bəhanələr ilə terror olmadığını isbat eləməyə cəhd elədilər. Lakin o vaxt ciddi qadağalara baxmayaraq çəkilən kadrlar və şahid ifadələri təsdiq elədi ki, helikopter içəridən və kənardan terrora məruz qalıb. Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı üzərində Azərbaycana təzyiq eləyən Rusiya sonradan etiraf elədi ki, bu hadisə terror idi. O dövrdə Qarabağ məsələsi öz həllini tam tapmaq üzrə idi. Helikopter Xankəndində insəydi, Qarabağda bir erməni qalmayacaqdı. Düşmən dövlətlər və güclər bilirdilər. Bu səfər zəfərə aparırdı. O zaman terror qurbanı 22 nəfər idi. İndi isə Qarabağ məsələsi tam həll edilib. Regionda Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq planlarının yeni mərhələyə qədəm qoyması ərəfəsində Gürcüstan üzərində Sıxnakidə qəza törədən təyyarəyə hava məkanı və digər bəhanələr uyduracaqlar. Bəlkə də təyyarənin dumana düşərək qəza ehtimalını irəli sürəcəklər. Nədənsə təyyarədə həm də kənardan müdaxilə olunub fikri də çox düşündürücü gəlir. Təyyarənin göydə 3 yerə parçalanması, içəridən quyruq hissəsinin isə ayrıca parçalanması kənardan müdaxilə olması ehtimalı yaradır. İndi də təxmini deyilənlərə görə 20 nəfər şəhid olub. Allah hər iki terror hadisəsində canlarından keçən insanlara rəhmət eləsin.